Çəkirəm olsan, indi Deməli, bu qiymət günlər ver. atan bişirdik daş arası can ətinə 10 üzərindən xal veririk. Deməli, demişdim əslində müştəriyə servis elədiyin kimi elə. İlk olaraq indi qurma kimi edeyim. Müştəriyə servis elədiyi kimi eləmir. Lavaş yoxdur, pomidoru yoxdur, nəsə. Amma indi pul vermir deyə çox da şey eləməyək. Əsas nədir? Ətin dadıdır. Nə? Ət, bilmirəm, can ətdir yoxsa daş arası deyə belə yumuşaq olub. Ət qəşəkdir, yumuşaqdır ət olmaqla. Bir də basitma qəşəng. Ədiyyatdan daha çıxıb. Göbələyin suyu yoxdur. Böyəcə bir xalı buradan qırdım. Karışkanın dadına baxaq. Karışka normalda çox xoşlamıram, amma daşda bişəndə quyruğun dadı da çıxır, daşın dadı da çıxır deyə karışka həqiqətən çox dadlı olur. Düzcə göbələyi ilə digər nemətlərdən, amma karışka konkret belə deyim də bir növ cips kimi dad verir. Amma bu karışka yəni o deyil. Niyə? Çünki çox qalın eləmişsən ata. Bir xaldır buradan. Artıq buna verərəm 10 üzərindən 6 yarım. Özün bildin də. Gələn sənə inşallah 10 xal olarsın.